Nöşün ala, xam bəyəməşidir. Ala, ağzında xam deyirsən, əlbəttə işin. Ay, gel. Ala, iti oxşadım, ala. Ne oldu ala? Uçdu. Ala, biri sən hara aparacam. Hara desəm, mən azət. Ala, mənim şəhərdə bir dənə yazıcı dostum var. Bomba bir dənə piyes yazır. Gənclər teatrı hazırlayır. Muskamediyada oynayacaqlar. Gedəyə baxmalar. Desən o? Sən o? Ayaqın şıskədir. Gənə biletiri. Bu sənin biletin. Ala, sən bir dənəsən ki, ala. Gördün? Ala, sən mənə bu haqda bir söz deməmişdin, bu aradan çıxdı. Ala, mənim şəhərdə bir dənə dostlarım var. Hamısı böyük adamlardır. Onlardan danışmağa bir kitab söz də bəs eləməz, Ala, mən bilirdim sən əhəlim bilirsən. Ala, sənin də canlı şeylər varmış, ha. Amma mənə bir şey narahat edir. Nə olur ki? Saqqal. Qırxaz qalır. Üzümüzü qırsaq, kətdəkilər bizə gülər. Belə geçsək şəhərdəkilər. İndi neyniyək? Neyniyəcək? Ala, hələ belə də gedək. Ala, getməsək olmaz. Ala, nə danışırsan? Ala, kişi böyük adamdır, incə. Uşaqlıq dostumuz. Yaxşı. Məmə, ay məmə! Dilimiz qurudur ki, bizə bir stəkan çay ver də. Can Məmə! Nə var? Yenə axşama nə plancızırsınız? Salam bibi. Əleykümə salam. Əxşam düşən kimi, gecə quşları kimi çıxırsınız məhəlliyə. Nə var, yenə nə hay salmışsınız? Məmə, ay məmə. Oktayın şair dostu bizə teatra bilet göndərir. Teatr. Ay bala, səhv göndərib. Cırınat olur. Ay bibi, nə cür teatra? Kişi uşaqlıq dostumuzdur. İndi böyük adamdır, incə axı. Heyvan uşaq elə bilir ki, siz qara günlərdə böyümüsünüz. Day bilmir ki, siz hələ də kətdə palçıq tapdalıyırsınız. Ay məmə, ömrümdə teatrda olmamışam, ölürəm teatrçım. Adə kes sesini, bu səlsifətlə nə teatr? Elə vağzalda tramvaydan düşən kimi hop tutacaqlar sizi. Bibi, tramvay deyil, elektriçkadır. Mənim üçün elə tramvaydır. Ay bibi, elektriçka başqa. Tramvaydır. Bir şey ki, haçan istədi getdi, haçan istədi gəldi. Onun neyi elektriçka olur? Tramvaydır vəssalam. Ay bibi, elektriçka başqa şey. Ala, məmə düzdür ki. Ala, nə deyirəm? Qoy hələ siz deyən də olsun. Məmə həmişə düz deyir. Hayat ondan, sən bir zamaniyə bax. Gör kimlərə teatra dəvətnamə göndəriblər. Day bilmirlər ki, bu uşaqlar özləri gündə bir teatr çıxardırlar. Pakizə, maşallah, yaxşı balalara oxşayırlar. Qızım, siz belə eləyin. Evimizə zəng eləyin, qalın kətdə gecdi dayı. Nə var şəhərdə, elə nə var kətdə var. Başqa vaxt qismət olar gələr. Ay qızım, qismət elə özü sürünə gəlib qapının kandarına. Nöşkəni dönməlidir. Elədir, gəlin. Buyurun, əyləşin. Gəlin, buyurun əyləşin. Kim bilir, bəlkə də elə sizin ikinizdən biriniz mənim qismətimsiz, mənim gəlinim olacaqsınız, ay qızı. Məmə, bəs sizlər utandırma da qızlarını. Gələ elə solun sən. Adə, elə utandığından öydə qalmısan da, oğlum da yoxdur. Siz Allah bağışlayın, gülməyin mənə. Bu misalı həm oğlanlar üçün, həm də qızlar üçün deyirlər.
Ay başınıza dönüm. Atalara nə sərfdim, onu da deyirlər. Siz mənim sözümə qulaq asın. Şəxsək. Abi, şöhrət. Ay bala. Qardaşından xəbərin var o ağıllı Yusifdən. Ne oldu ki? Nə olacaq? Siz gedərliyin çıxıb tövlənin damına. Əlinə alıb mənim pol taxtamı, pol əskimlə. Fit çalır, nə bilim, nə oyundan çıxır. Xam tutur kişinin oğlu, xam tutur. Belə, yəni yaxşı xam, ha? Girinci olub qalıb damda. Xamın da yaxşısı pis olar, ay bala. Olur da. Xam elə xamdır da. Hay. Bura bax. İbrahim gəlmişdi üstümə, əlində də qazan. Elə nə şu? Qulaq as, hələ nöşün, belə nöşün. Arvadı Qərəgün mütbəxdə boş pişirilmiş. Bizim bu qoçaq Yusif də daşı ala əlinə ki, atsın onların damına, quşları uçurtsun. Bəxsək, gərək yerə soxun səni. Daş soğuk ərib də. Ged girginən pəncərədən boş qazanının içine. Ne oldu? Nə olacaq? Heç neyimiz olmasa da göydən göyərtidən boluq. Yığdım bir kisə, dedim ki ay bala indi uşaqdır da neynəmək olar? Götürüb öldürüm. Verdim ki götür apardım. Başdan ayağa İşte olur da. Ama buna çox söhbət edəcəksiniz. Bu da bunlar. Mənim günümə baxın. Bu uşaqların əlində girinc qalmışam. Bilmirəm neyi necə eləyim. Siz əyləşin qızım. Mən indi bu saat bir tədarük görərəm. Alə, şöhrət. Somavarı qeynətmişəm. Durma, ged götür gəlginə uşaqlara çaydan çörəkdən verin. Yaxçıdır qızım, gəlirəm bu saat. Deyirəm, bəlkə buradan çıxandan sonra bizə gedək. Mənim anamla da tanış olarsın. Nə olar? Baxar. Gözüm aydın! Ağaz, Məşədi xanım! Hayır, bu gələk, gəl getir. Neydi o az? O necələr? Salam, xalam.
Xeyir olsun. Bir gəldik, sizinlə salamlaşdıq, görüşdük. O da bizi ki, kiminəsə yaxınlaşa bilmədim, mən üzrü hesab edeyim. Mən bugün gəlib burada iştirak etdiyinizə görə, mənimlə bərabər olaraq sevincimi qatdığınıza görə hər birinizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Allah Teala sizə həmişə var eləsin. Dövlət Gənclər Teatrının baş direktoru Həsən Həsənova, rejissor qardaşımıza, Sərvər Əliyeva, mən çox sağ olun bildirəm ki, belə bir gözəl əsərin yaranmasında əməkləri olub, həmçinin hər bir aktyorlara, aktrisalara, bugünkü səhnədə göstərdikləri əməklərinin mən yüksək qiymətlərine hər birinə çox sağ olun. Pərdə arxasında olan insanlar da var ki, hansıqla əziyyət çəkirlər, görünmürlər. Onlara da mənim adına təşəkkürümü bildirəm. Var olun ki, sizlər varsa həqiqətən, çünki həyat elə bir şeydir ki, onun hər bir dəqiqəsini, hər bir saniyəsini sevilmək lazımdır. Əgər bu gecə biz sizə haradasa azacıq bir sevinci bəxş etdiksə, haradasa müəyyən qədər bir istirahət əldə etdiksə, demək biz xoşbəxtik, biz yalancı insanlar xoşbəxtik. Və sizin də hər birinizə xoşbəxtlik saati tapsıram. Həmişə var olun. Sağ olun.